Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri. Gününüz xeyirli olsun, həftəniz bərəkətli olsun inşallah. Ümid edirəm, yaxşısınız uşaqlar. Demək, biz qızıldan danışaq. İlk öncə, bu buy stopları yerləşdirmişik bugün. Bildiyiniz kimi bizim gözlədiyimiz an gəldi və qızıl nə az, nə çox, $100 bir yüksəliş nümayiş etdirdi. Demək, bu cümə günüdür, keçən 5-ci gündür. Təbii ki, biz 4888-ləri gözlürdük. Yəni qiymət 4889-lara kimi qalxdı. Bundan sonraki hədəf təbii ki, bəllidir. Bundan sonraki hədəf 4930-lardır və ondan yuxarı mən yazmışdım Telegramda. Hal-hazırda buy əməliyyatlarımız bizdə 4000 səhər saatlarında 4799-dan gələcək. Biz Telegram kanalına baxaq. Telegram kanalında biz axşam saatlarında qızılın qızılın enişi və neftin qalxışı haqqında qrafikləri paylaşdıq. Bazar günü təbii ki, müəyyən mənbələrdən biz əldə etdik bu görüntüləri. Deməli, qızıl təbii ki, geplə aşağıda açıldı. Və biz sonuncu əməliyyatımız şənbə günündə Bitcoin-də alış əməliyyatları verdi, qəşəng nəticə verdi, satış əməliyyatları qəşəng nəticə verdi. Və biz cümə günü axırıncı əməliyyatımız bizim, demək, qızılda növbəti buy 4822-dən, burada da 4800-dən var, 4822-dən take profit 4888, diqqətlə baxın. Yəni bunu biz axırıncı bizim 5-ci gün axırıncı bizim elə bir ki, deyək ki, siqnalımız idi. Take profit 4888. 4889-a qədər qalxdı. $1 qoymuşduq ki, take profitdən bağlansın. Yəni müəyyən brokerləri var, spreadlərlə biraz çətinliyə çəkirlər uşaqlar. Ona görə biz onu 4888-ə təyin etdik. Və qiymət demək bağlandı 4831-lərdə bağlandı və gaplə açıldı. Gaplə açılandan sonra $40 gaplə açılandan sonra ümumi olaraq $94 aşağı istiqamət aldı. Və ondan sonra təbii ki, yuxarı istiqamətlər gəldi. İndi gapi bağlayacaqmı, bağlamayacaqmı sualına gəldi isə ilk öncə deməli 4799-dan 4822-25-lərə qədər qalxma ehtimalı var. Və ondan sonra əsasən də 4817-lərdən sonra formalaşsa, gapi bağlayacaq. Hal-hazırdakı vəziyyətdə qiymətin dönüş nöqtəsi 4769-lar, 70-lərə qədər gəlmə ehtimalı, o qədər də uzaqda deyil. Gəl burada toxunub dəstə götürüb, qalxa bilər. Bu istiqamətə hazırki vəziyyət budur. Bunu bu istiqamətdə edə bilər, belə trendi bu cür yarada bilər. Bu demək qızılda idi və qızılda uzun müddətli biz yuxarı gözlədik. Təbii ki, alternativ ssenaridə qiymət bugün 4760-dan aşağı formalaşsa, təbii ki, bugün səhərki minimum, $20-25 eniş müşahidə oluna bilər. Keçək biz gümüşdə də biz alış əməliyyatlarını təyin etmişdik. Mükəmməl nəticə verdi. Bugün bu 5-ci günü təyin etmişdik. Bugün alışlar daha rahat olardı ki, deməli 80.250-lərdən biz 350-lərdən paylaşmışıq, alış əməliyyatları. Və dönəcək yeri bu nöqtədir uşaqlar ki, aşağı gəlsə bu nöqtədən, 78.927-dən. Amma satış əməliyyatları üçün 78.400-lər olacaq. Euro dolları, funt dollarda da, euro dollarda biz alış əməliyyatlarını icra etmişdik. 5-ci gün gəlirlə nəticələndi və bugün demək ki, euro dolları gaplə açıldı. Alışlar haradan gələ bilər? Alışlar biz alışları müəyyən edək. Alışlar 1.17-700-lərdən gələcək. Satışlar isə, əsas satışlar 1.17-300-lərdən gələcək. Funtun olan rəqabəti də biz 5-ci gün paylaşmışdıq. Fikrimcə paylaşmışdım mən, deməli, euro dollarda. Baxın, qızılda alış əməliyyatları gəldi, euro dollarda
alış əməliyyatları, funt dollarda alış əməliyyatları gəldi. Bu 5-ci günü idi və qızıldan da alışlar, satışlar, yəni hamısı deyək ki, əla nəticə verdi. Bugün funt yenə aşağı doğru istiqamətini davam etdirir. Yəni bildiyiniz kimi bu Hörmüz boğazı ilə bağlı müharibələr, bu Trumpın çıxışları, Amerikanın deyək ki, bu siyasəti demək olar ki, yəni bütün bazarı qatıb bir-birinə. Hazırda yəni gördüyünüz 3500 1.35 üzərindən alışlar olacaq, satışlar isə 1.34 700-lərdən gələcək. Keçək biz əsasən də yəni neftə keçək. Neft yəni səhər saatlarında boşluqla yuxarıda və yuxarı doğru istiqamətinə davam etdirdi. Yəni bugün nələr baş verəcək? Ümumiyyətlə bu qeypi bağlayacaqmı yoxsa yox? Yəni bildiyiniz kimi bu qeypi yəni bu hərəkət o qədər də yəni ürək açan deyil. Nə üçün? Çünki əsasən də 98 əllərdən yuxarı formalaşsa, yəni alış əməliyyatları üçün yol açacaq. Deməli, hazırki vəziyyət deməli crude oil future spotlardan söhbət gedir. Satışları biz qeypi bağlamaq üçün satışlar 95-20-lərdən gələcək. Yəni bu da bugün yəni çox güman ki, yuxarı qalxa bilməz. Yəni ən maksimum qalxsa, deməli 99-50-lərə qədər qalxacaq. Yəni formalaşandan sonra yəni 1 dollarlıq bir şey, yəni amma bir deyəndə ki, hardasa yəni formalaşana qədər 1 dollar qalxır, ondan sonra 1 dollar, yəni ümumi olaraq 2 dollarlıq hazırki vəziyyətdən qalxa bilər. Amma satışlar 95-20-lərdən gələcək. Biz keçək Nasdaq, S&P, Dow Jones DAX-lara keçək. Baxa görə onlar nə edir? VTI haqqında da uşaqlar soruşmuşdular. VTI-də da WTI əslində WTI-dir, el arasında VTI deyirlər buna. WTI-də 91-60-lardan alışlardır uşaqlar. Demək 88-lərdən isə satışlardır. Biz keçək əsas məsələyə. Burada əsas məsələ Nasdaq, S&P, Dow Jones DAX-lara baxaq. Görək onlar nə ediblər. Yəni burada söhbət Dow Jones-dan gedir. Dow Jones da yetərincə qalxıb trenddən yuxarı tendensiya yaradıb uşaqlar. Biz bunu keçən səfər sildik. Bu yenə gəlib çıxdı bura. Belə indi yenə sildik. DAX-a baxaq uşaqlar. DAX ümumi istiqamət yuxarıda. Korreksiyalardır bunlar uşaqlar. Korreksiyalardan qorxmaq lazımdır. Yəni uzun müddətli artıq Nasdaq uzun müddətli əməliyyatlar açmaq üçün, yəni kifayət qədər balans olmalıdır və bloklara diqqət etmək lazımdır və onun əsasında əməliyyat açmaq lazımdır. Artıq deyək ki, Nasdaq qalxdı uşaqlar 26412-dən də yuxarı qalxdı. Yəni S&P-yə baxaq. S&P də bizim dediyimiz nöqtə deməli 7157-lərə qalxdı. Bundan sonra formalaşsa yenidən ümumi istiqamətlə, yəni yuxarı doğru istiqamətlə davam edəcək. Bu haqda da məlumat verərik sizə. Bunu dəyişə də bilərik. Hal-hazırdakı vəziyyətdə, yəni siz istəyirsinizsə, bunu necə dəyişə bilərsiniz? Bu istiqamətdə dəyişə bilərsiniz. Yəni daha yuxarı getməsi üçün, yəni belə bir ssenaridə çəkə bilərsiniz və hədəf olaraq rahat bir hədəfi 7217-lər olacaq. Belə əzizlərim, yenidən biz fokuslanırıq qızıla. Qızıl bugün yəni biz gözləyirik ki, dəysin 4799-ları dəysin, alış əməliyyatları açılsın. Hələ ki korreksiyalar verir, yəni trend xəttinin üstündədir. Yəni aşağı gəlsə belə heç bir problemi yoxdur. Yəni ümumi olaraq istiqamət yuxarıda, amma yenə deyim, alternativ ssenaridə bizim 4760-lardan satış əməliyyatlarımız durmalıdır. Bu sadəcə olaraq, yəni bu adətən mən bunu eksperiment üçün açıram əməliyyatları. Siz bunu etməyin. Nə üçün? Çünki yəni təhlükəlidir. Yəni balans böyükdürsə problem deyil. Balans balacadırsa, yəni tez bir zamanda ziyana, küllü miqdarda böyük bir ziyana gedə bilər.
Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun. Əsas olan o idi ki, biz Telegram siqnal kanalında bizim sonuncu dünən verdiyimiz siqnal, çox üzrdən 5-ci gün verdiyimiz siqnal mükəmməl oldu və şənbə günü də Bitcoin-də satış əməliyyatları mükəmməl nəticə verdi. Hələlik sağ olun, özünüzə yaxşı baxın, həftəniz xeyirli olsun inşallah.